Siz yatay düzləmdəki nöqtəvi M kütləli cismə F1, F2, F3 qüvvələri tətbiq olunanda cisim tarazlıqda qalır. Buna görə F qüvvəsinin deməli böyüklüyünü bizdən soruşur, düzdürmü? Bunun üçün nə edə bilərik? Baxın, bu F2-ni görürsüz, 37 dərəcə bucaq əmələ gətirir. Yəni bunu proyeksiyalara ayıraq. Bucağa bitişik olan olacaq kosinus. Bura olacaq F2, F2, kosinus 37 dərəcə. Digər olacaq F2 sinus 37 dərəcə. Deməli, F2 30-dur. Sinus 37-də də alır 0,6. Cavab edir 18. Deməli, F2 20-dir. Daha doğrusu 30-dur. Kosinus 37-də də alır 0,8. Buranda cavab edir 24. Deməli, nədir? Tarazlıqda qalır. Deməli, yuxarı aşağı təsir edən qüvvələr bir-birini tarazlaşdırır. Bir də sağla sol tarazlaşdırır. F1-i tarazlaşdıran nədir? 24-dür də. Yəni F2 kosinus 37, 24. Ona görə tapdıq ki, F1 24 Newton etmiş olacaq. Baxaq 2-yə. Çözülməsiz yatay düzləmdə şəkildəki 3 qüvvə nöqtəsəl bir cismə uygulandıqda, tətbiq olunduqda, yəni cisim tarazlıqda qalır. Buna görə qüvvələrin deməli qiymətlər arasındakı münasibət. Baxın, bu tip məsələləri həll etmək üçün bir Lamy teoremi var. Riyaziyyatda eşitmisiniz yəqin ki, Lamy teoremi. Deməli, qüvvəni özünün qarşısındakı bucağa bölürsən. Gəlin, baxaq. Bax, bu F1-i öz qarşısında duran, bax, bu bucağa bölürsən. Sonra F2-ni öz qarşısındakı bucağı, F3-ü də öz qarşısındakı bucağı, bunları bərabərləşdirirsən. Bax, bu F1, baxdığı bucaq. Baxın, bütöv bu bucağa baxır da. Bura 30-dur, burada 90-dır. Ümumi neçəyə baxır? 120 dərəcəyə baxır. Yazırsan, sinus 120 dərəcə. Bərabərdir. İndi baxaq F2-yə. F2-nin baxdığı, bax bu F2-dir. Bu F2-nin baxdığı hansıdır? Bax, bütöv budur da. 50 bura, 90 bura. Yəni 140 dərəcəyə baxır. F2 sinus 140-a baxır. Gəl F3-ə baxaq. Baxaq. Bura 50-dir, bura 30-dur. Yəni 80. 180 olması üçün bura neçə olmalıdır? 100 də bura olmalıdır. F3-ün də baxdığı ilə 100-dür. F3 bölünsün sinus 100 dərəcə. Sinusda da belədir ki, 180-də tamamlayan bucaqlar bərabərdir. Baxın, bunu 180-də tamamlayan 60 dərəcədir. Bunu tamamlayan 40 dərəcədir. Bunu tamamlayan 80 dərəcədir. Hansı böyük oldu? Hansı bucaq böyük oldu? Böyük bucaq qarşısında da böyük qüvvə durur. Ən böyüyü budur. Deməli, F3 ən böyükdür. F1-dən ən kiçik olan isə F2 oldu. Bu da harada verilib? D variantında verilib. Gəlin, baxın, 3-ə də onu tətbiq eləyək. Sürtünməsiz yatay düzləmdə nöqtəsəl, yəni maddi bir nöqtəyə şəkildəki qüvvələr tətbiq olunanda cisim dəngədə qalır, yəni tarazlıqda qalır. F2 qüvvəsinin qiyməti. Baxın, F1 nəyə baxır? Bax, bura baxır. Bütöv bucağa baxır. Nə qədərdir burada? 30 bura, 60 bura, elə də 90. Onda bura nə qədər olacaq? Bura olacaq 90 dərəcə. Onda yazırıq. F1 bölünsün sinus 90 dərəcə bərabərdir. İndi məndən F2-ni soruşurdu. Aha. İndi baxaq görə F2 nəyə baxır? F2-nin baxdığı bucaq nədir? F2-nin baxdığı bucaq isə bütöv budur. Bura 90 dərəcə, bura 60 dərəcə oldu. Sinus 150 dərəcə. Dedik ki, sinusda da 180-də tamamlayan bucaqlar bərabər olur. İndi verək, F1-i bizə verib 40. Sinus 90-da alır 1. Bərabərdir. F2. Deməli, bura olacaq 180-də tamamlasa olacaq sinus 30. Sinus 30-da da alır 2-də 1. Onda buradan biz F2-ni tapanda nə edirik? 40-ı vururuq 2-də 1-ə. Bu da bizə nəyi verir? 20-ni verir. Cavab olur C variantı. Əgər bu teoremi tətbiq etmək çətindirsə sizə, adi proyeksiya ayırma üsulu ilə də çox rahatlıqla tapa bilərsiniz. Amma bu üsul daha tezdir. Proyeksiya ayırma üsulu bir qədər uzun olur. G ağırlıqlı cisim F qüvvəsi ilə şəkildəki kimi tarazlıqdadır. F, T, C qüvvələrinin qiymətlər arasındakı münasibəti bizdən soruşur. Gəlin, baxaq. Deməli, buradan bir perpendikulyar endirsək. Bax, bura. Bura 40-dırsa, bura nə qədərdir? 90 dərəcədir. Onda bura nə qədər qalır? Bura qalır 50 dərəcə. Düzdürmü? Biz demişdik ki, böyük tərəf qarşısında böyük bucaq durur. Onda bura 90 dərəcədir. Baxın, böyük bucaq qarşısında böyük tərəf durursa, onda T daha böyükdür. T daha böyükdür. Baxın, bu 40-dır.
40'ın baxdığı bax budur F-dir. Deməli ən kiçik F-dir. Bu da baxın, bu da sanki G-dir. G-nin baxdığı da 50'dir. Deməli ən böyük T-dir, sonra G-dir, sonra F-dir. Bu da harda verilib? B variantında verilib. Aralıqları C1, C2, C3 olan cisimlər şəkillər kimi asılanda iplərdəki gəlmə qüvvələri bərabər olur. C1, C2, C3 arasındakı əlaqəni bizdən soruşur. Baxın, bunun üçün nə edirik? Nə edə bilərik? Proyeksiya ayıra bilərik də. T'ləri proyeksiya ayıra bilərik. Gəlin T'ləri proyeksiya ayıraq. Deməli, bu T'nin proyeksiyası bu olacaq. Olacaq T kosinus alfa. Çünki tam mərkəzdən olanda bu hissəyə də alfa düşür də. Bir də bu T'nin proyeksiya ayırsaq olacaq T kosinus alfa. Olacaq 2T kosinus alfa nəyi tarazlaşdıracaq? C2'ni tarazlaşdıracaq. Yəni biz buradan nə aldıq? C nəyə bərabərdir? 2T kosinus alfaya. Heç digərlərini tapmağa ehtiyac yoxdur. Yəni C kosinus alfa ilə düz asılıdır. Kosinus da azalan funksiya olduğuna görə. Bucaq harda böyükdürsə, kosinusun dəyəri orada azdır. Orada C də azdır. Düzdürmü? Bucaq harda çoxdur? Baxın burada. 3 alfa daha böyükdür. Onda orada ağırlıq daha az olacaq. Amma C1'də baxın alfa daha az olduğuna görə orada C də daha böyük olacaq. Yox, əgər bizdən gərilməni sorsaydı, baxın buradan görürük ki, gərilmə kosinus alfa ilə tərs asılıdır. Yəni alfa harda çoxdursa, kosinus orada azdır. T ilə də kosinus alfa tərs asılı olduğuna görə T orada daha çoxdur. Elə birbaşa deyirik ki, T alfa ilə düz asılıdır. Yəni alfa bucağı harda çoxdursa, T də orada daha çoxdur. Bizdən G ağırlıqlar. İplərlə asıldıqda şəkildəki kimi tarazlıqda qalır. Buna görə iplərdəki gəlmə qüvvəsi. Gəlin proyeksiya ayıraq. Baxın, bu T1'dir, bu da T2'dir. Proyeksiya ayırsaq, bura 60 dərəcə olduğundan burada olacaq 60 dərəcə. Burada bucağa bitişik olan hansı olur? Kosinus olur da. Olur T1, kosinus 60 dərəcə. Digərini ayırsaq proyeksiyaya. Bura 37-dirsə, burada olacaq 37 dərəcə. Burada olacaq T2 kosinus 37 dərəcə. Bunlar bir-birini tarazlaşdırır. Bunda T1 kosinus 60 dərəcə, T2 kosinus 37 dərəcə ilə tarazlaşır. Kosinus 60'da alır 2 də 1 olur. T1 bölünsün 2. Bərabər olur. T2 kosinus 37'də də alır 0,8. Burada T1 nəyə bərabər olur? 1,6 T2'yə. T1'i T2'yə də böləndə 1,6 o da eləyir 10,16. 2'yə ixtisar aparsaq 8, aşağıda qalır 5. Olur 5'də 8. Cavab olur B variantı. Şəkildəki sürtünmə sistemi tarazlıqdadır. Buna görə X və Y cisimlərin ağırlıqlarının oranı, yəni nisbətini bizdən soruşur. Bura PZ-dir. Da gəlirik ipdən, burada olacaq PZ. Burada olacaq PZ. Düzdürmü? Bura PX-dirsə, gəlirik. Burada olur PX. Gəlin bunları proyeksiya ayıraq. Birinci PZ-də ayıraq proyeksiya. Bucağa bitişik olan olacaq kosinus. Bura olacaq PZ kosinus 37 dərəcə. Burada olacaq PX kosinus 53 dərəcə. Yuxarılarda olacaq, PX-i yazsaq, PX sinus 53 dərəcə. Digəri isə olacaq PZ deməli sinus 37 dərəcə. Düzdürmü? İndi baxaq. Deməli PX kosinus 53'ü PZ kosinus 53 tarazlaşdırır. Yazaq. PX kosinus 53'də alır 0,6 bərabərdir PZ kosinus 53. Yəni PZ vurulsun kosinus 53, daha doğrusu 37. Kosinus 37'də də alır 0,8. Aha. Onda burada nə alırıq? PX bölünsün PZ bərabərdir 0,8 bölünsün 0,6. Buradan da nə alırıq? Deməli 3'də 4. Düzdürmü? Biz PX bölünsün PZ'yi tapdıq.
Sanki Px 4 ilə mütənasibdir, Pz də 3 ilə mütənasibdir. İndi baxaq Py-ə. Py isə yuxarı Px sinus 53 ilə Pz sinus 37 dərəcə tarazlaşdırır. Yazırıq Px sinus 53 dərəcədə alır 0,6. Üstə gələk. Pz sinus 37 dərəcə, yəni 0 deməli. Bir dəqiqə, sinus 53 alır 0,8. 37 alır 0,6. Düzdürmü? Bax, Px dedik 4 ilə mütənasibdir. Pz də neçə ilə mütənasibdir? 3 ilə mütənasibdir. Onda Py bərabər olur. 4 vurulsun 0,8. Üstə gələk. 3 vurulsun 0,6. Olur 3,2. Üstə gələk 1,8. Cavab eləyir 5. Px də 4 idi. Px bölünsün. Py də mənə nəyi verir? Px'im 4'dür, Py'im 5'dir. Cevap olur 5'də 4 C variantı. Baxaq 8-ə. Şəkildəki sürtülməsi düzənək tarazlıqdadır. İplərdəki gərilmə qüvvələrini bizdən soruşur. Baxın, bura 5P'dirsə, eyni ipdə eyni gərilmə olduğundan gəlirik. Bax, burada olur nə qədər? 5P. Bura olur 5P. Düzdürmü? Gəlin də bunları proyeksiya ayıraq. Deməli 5P və bura bitişik. Bucağa bitişik olan 5P kosinus 37 olacaq. Yəni 5P vur 0,8 olacaq 4P. Yuxarı isə olacaq 5P sinus 37 dərəcə. Yəni 0,6'ya vuranda olur 3P. Baxın, T1'i 4P tarazlaşdırır. 5P'ni isə 3P tarazlaşdırır. Daha doğrusu bir də burada T var. Yəni T2 üstə gələk 3P'ni isə 5P tarazlaşdırır. Buradan T2'ni tapırıq nə qədər eləyir? 2P eləyir. T1 bölünsün. T2 nisbəti də mənə nəyi verir? 2'ni verir. Cavab olur A variantı. Özdeş G ağırlıqlı cisimlər F1, F2 qüvvələri ilə tarazlıqdadır. Qüvvələrin böyüklüyü məndən soruşur. Baxaq. Deməli, burada bir T gərilmə yaranır. Düzdürmü? T gərilmə yaranır. Gəlin bu T gərilməni proyeksiya ayırıq. Bura 37-dirsə, buranı silim keçəcək. Bura 37-dirsə, burada olacaq 37 dərəcə. Onda bucağa bitişik olacaq T kosinus 37 dərəcə. Digərisi olacaq T sinus 37 dərəcə. Bax, C T sinus 37 tarazlaşdırır. C nəyə bərabərdir? T sinus 37-də də alır 0,6. Onda yazaq 0,6 D. F1'i isə T kosinus 37 dərəcə. Yəni 0,8 T tarazlaşdırır. Düzdürmü? Tərəf-tərəfə bölsək, yəni F1'i bölək C'yə, 0,8 T'ni 0,6 T'yə bölək. Onda buradan nə alırıq? 3'də 4 alırıq. Buradan F1'i tapanda F1 nəyə bərabər olur? 3 bölünsün 4 C'yə. Tapdıq. İndi keçək digərinə. Burada da bir T gərilmə yaranır. Proyeksiya ayırırıq. Bura 53'dürsə, burada olacaq 53 dərəcə. Burada bura olacaq T kosinus 53 dərəcə. Kosinus 53'də də alır 0,6 olur 0,6 T. Onda digəri olacaq 0,8 T. Onda baxaq. C 0,8 T ilə tarazlaşır. F2 isə 0,6 T ilə tarazlaşır. Tərəf-tərəfə bölsək, yəni F2'ni bölsək C'yə 0,6 T bölünsün 0,8 T. İxtisar gedir, qalır 4'də 3. Buradan da F2'ni tapanda 3G bölünsün 4 tapırıq. İndi məndən nisbət soruşur. F1 bölünsün F2. F1'i bölürəm F2'yə. Bu da neçə eləyir? 9'da 16. Cavab olur Y variantı. İndi baxaq 10'a. Ağırlıqları 2C və C olan cisimlər şəkildəki kimi tarazlıqdadırlar. Ona görə iplərdəki gərilmə qüvvələri məndən soruşur. Yəni, buranı sileyim. Baxın, bura 30'dursa, burada 30'dursa, 180 olması üçün bura neçə olmalıdır? 120 dərəcə olmalıdır. Bura T1'dirsə, burada olacaq T1. Deməli, bizə demişdik ki, qüvvələr arasındakı bucaq 120 dərəcə olanda, onda əvəzləyici elə onların birinə bərabər olur. Yəni, 2C bərabər olur T1'ə. Bura 45, bura 45 isə, bura olacaq 90 dərəcə. Burada da bir T2 gərilməsi var da, düzdürmü? Onda
C'ni nə tarazlaşdırır? 2T2 kök altında 2 bölünsün 2. Onda nə qalır? Kökdə 2T2. Yəni onda C nəyə bərabər olur? Kök altında 2T2-yə. İndi gəlin baxaq. Buradan T2-ni tapsaq, T2 nəyə bərabər olur? C bölünsün kök altında 2-yə. 2C də T1-dir. T1-im də nədir? 2C-dir. İndi gəlin bölək, nisbəti tapaq. 2C bölünsün, C bölünsün, kökdə 2 də qalxır yuxarı. C-lər ixtisar gedir, nə qalır? 2 kökdə 2. Cavab olur D variantı. Kare ilə qurulan düzənək tarazlıqdadır. Məndən deməli, gəlmə qüvvələrin nisbətini soruşur. Bura bir 5P-dirsə, eyni ipdə eyni gərim olduğundan burada olacaq 5P. Düzdürmü? Aşağıya doğru bir 2P-miz var, bir dənə də T1-imiz var. Onda yazırıq 5P nəyə bərabərdir? 2P üstə gələk T1-ə. Buradan T1-imi tapıram. Nə qədər eləyir? 3P eləyir. Baxın, T1-imi tapdım. T1-im nə qədərdir? 3P-dir. Sonra aşağıya doğru bir T2 var, aşağıya doğru bir P var. Bunlar da nə saxlayır? T2 üstə gələ P-ni nə saxlayır? 3P saxlayır. Burada T2 nəyə bərabərdir? 2P-yə. Məndən də T1 bölü T2 nisbətini soruşur, o da 3 bölünsün 2 cavab olur A variantı. Sürtünməsiz makara ilə qurulan şəkildəki düzənəkdə iplər cərimə qüvvələri sıfırdan fərqli olub. İplərdəki cərimə qüvvələri T1 və T2 böyüklüyündədir. Buna görə Y cismi azalanda T1, T2 necə dəyişəcək? Bax, bura bir PX-dirsə, düzdürmü? Onda burada da eyni ipdə eyni gərim olduğundan burada T1-dir. Onda T1-i nə tarazlaşdırır? PX tarazlaşdırır. Yəni mən Y cismini artırsam da, azalsam da T1-də bir dəyişiklik olacaq? Yox, T1 dəyişməyəcək. İndi baxaq digərinə. Aşağıya doğru bir PY-imiz var. Bir də aşağıya doğru T2-miz var. Onda T1 PY üstə gələk T2 ilə tarazlaşır. Mən dedim ki, mənim T1-im dəyişmir, tarazlıqdadır, ancaq X-dən asılıdır. İndi mənim Y-im azalsa, T1-in dəyişməməsi üçün T2 nə olmalıdır? Artmalıdır. Dəyişməz, artar, cavab olur C variantı. Baxaq 13-ə. Özdeş X, Y, Z cisimləri şəkildəki kimi tarazlıqdadır. Buna görə iplərdəki cərimə qüvvələrini müqayisə eləyin deyir. Gəlin baxaq. Buranı silim. Baxaq. Burada bir T1 var. Aşağıya doğru bir PX-imiz var. Onda PX nəyə bərabərdir? Və yaxud gəlin hamısına bir C deyək. C ilə işarələyək də. C ilə işarələyək. C ilə işarələyək. Özdeş dediyinə görə hamısının kütləsi eynidir. Elə hamısını bir C ilə işarələyək. Onda T1 nəyə bərabərdir? C-yə bərabərdir. İndi digərinə baxaq. 30, 30, 60, bura olacaq 120 dərəcə. Burada T2 gərilməsi varsa, burada da bir T2 gərilməsi var. Və demişdik ki, bucaqlar, yəni iki qüvvə arasındakı bucaq 120-dirsə, onda əvəzləyici onların birinin qiymətinə bərabər olacaq. Onda T2 də C-yə bərabər olur. Onu da tapdıq. İndi baxaq bura. 60, 60 olacaq 120. Onda bura nə qədər qalacaq? Bura qalacaq 60 dərəcə. Düzdürmü? Onda C-ni nə tarazlaşdıracaq? Deməli, bura T3-dürsə, bura da T3-dür. Düzdürmü? Onların proyeksiyaları olacaq. 2T3 deməli, kökdə 3 bölünsün 2. Aha. Sinus toplananlarda. Onda T3 tapanda nə edirəm? 2-lər ixtisar gedir. T3 tapanda nə edirəm? C-ni bölürəm kökdə 3-ə. Onda T1 və T2-dən daha kiçik olacaq da. T1 ilə T2 bərabərdir və böyükdürlər. T3-dən cavab olur B variantı. Şəkildəki düzənək ən fazla 35 Newton gərilməyə dayana bilir. Dayana bilən K və L ipləri ilə qurulmuşdur. Buna görə cisimlər sərbəst buraxılanda iplərlə ilgili aşağıdakılardan hansı doğrudur? Gəlin lam ilə gedək. Bax, 37 bura 53-dürsə, bura neçə düşür? Bəli, bura düşür 90 dərəcə. Onda bax, bu 50-nin baxdığı nədir? 90-dır. Yazıram 50 bölünsün sinus 90 dərəcə. Bura yazaq TL, bura yazaq TK. Görək TK, TL nəyə baxır? Deməli,
Bunu uzatsaq. Bura 53 isə bura olacaq 37 dərəcə. Bura 90-dır. Burada olacaq 53 dərəcə. Bax, K-nın baxdığı bax budur. Bax, buranı tapmalıyam neçədir. Bura 37-dir bilirəm. Deməli, 180 olması üçün bura neçə olmalıdır? 180-dan çıxmalıyam. 37 nə olacaq? 143 dərəcə. Burada 53-dür. Burada da 180 olması üçün bura neçə olmalıdır? 180-dan çıxırıq 53'ü qalır. Bir dəqiqə. %127 dərəcə. Burada olur 127 dərəcə. Bax, 50-nin baxdığı 90-dır. Bərabərdir. TK-nın baxdığı nədir? TK-nın baxdığı sinus 143 dərəcədir. TL-in baxdığı isə 127 dərəcədir. TL-in baxdığı sinus 127 dərəcədir, düzdürmü? Bax, sinus 90-da 1 alır. Onda 50 bərabər olur. TK sinus 143 də neçədir? 37 dərəcə. O da 0,6-dır. Onda mən buradan TK-nı tapdım. Nə qədər eləyir? 30 dərəcə. Daha doğrusu 30 Newton. İndi digər üçün yazırıq. 50 bərabərdir. TL bölünsün. Sinus 127 dərəcədə bizə 53 dərəcəni verir. Daha doğrusu sinus 53 verir də. 0,8. Onda TL nəyə bərabərdir? 40-a. Hər ikisini tapdıq. Mənə deyir ki, ən fazla 37 Newton gərilməyə tab gətirir. Mənim TL-im 40 Newton gərilir. Deməli, TL elə o dəqiqə qırılacaq. TL o dəqiqə qırılacaq. Bu qırılandan sonra bütün ağırlıq gəlir düşür bu TK-nın üstünə də, düzdürmü? Aşağıya doğru da bir 50 varsa, onda burada gəlmə olacaq 50. Bizə dedik 35-ə tab gətirir. 35-ə tab gətirirsə birinci el, ondan sonra da nə olacaq? K ipi qopacaq, cavab olur Y variantı. P və 3P olan cisimlərlə qurulan şəkildəki düzənək dəngədədir. Ona görə iplərdəki gəlmə qüvvələrinin müqayisəsi məndən soruşur. Baxaq. Aşağıya doğru bir 3P varsa, bunda nə saxlayır? T3 saxlayır. Onda mənim T3'üm elə 3P'yə bərabərdir. Bundan başqa. Bunda bax, bu ipin gərilməsi nəyə bərabər olacaq? Aşağıya doğru bir P var, bir də T3 var. Onda bax, bu ipin gərilməsi P üstə gələk T3'ə bərabərdir. T3'üm də 3P olduğuna görə olacaq 4P. Bax, buradakı gərilmə olacaq 4P. İndi gəlin T2-ni proyeksiya ayıraq. Bura 53 olduğuna burada 53 olacaq. Olacaq T2 kosinus deməli 53 dərəcə. Kosinus 53 dərəcədə alır 0,6. Onda elə buraya yazıram 0,6 T2. Digəri isə olacaq 0,8 T2. T1'i nətər azlaşdırır? Sola doğru T1 var, sağa doğru T2 var. Burada T1 bərabər olur 0,6 T2'yə. 0,8 T2'ni isə 4P saxlayır. 0,8 T2'ni isə nə saxlayır? 4P saxlayır. Burada T2 nəyə bərabər olur? T2 bərabər olur 50'yə. Gətirək burada yerinə qoyaq. 0,6 vurulsun 50. Cavab neçə eləyir? 30. Düzdürmü? T1 də tapdıq 30'dur. Aha. Deməli, T2 nə qədərdir? 50'dir. Bura 0,8 vurulsun 5P'dən olur 4P. Burada da 4P var. Aha. Onda aşağıya doğru bir P, bir də 3P var. Onda mənim T3'üm də elə nəyə bərabərdir? 3P'yə bərabər olmuş olur. Onsuz da bunun qabaqçısını tapmışdıq. T1'i 3P tapmışdıq. T3'üm də elə 3P idi də bayaq yazmışdıq. Onda hansı böyük olur? T2 böyük olur. T1 ilə T3 isə bərabər olur. Cavab olur D variantı.